Hamınıza salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili səhifə 46 və 47-ni işləyəcəyik. Gəlin başlayaq. Look at the text, the title and the images. Şəkillərə, mətnə və başlığa diqqət yetirin. Then check the correct answer and answer the questions. Sonra isə burada verilənlərdən düzgünləri seçin və cavablandırın. Gəlin ilk öncə biz mətnimizin reklam qulaq asaq və sonra mən onları oxuyum, tərcümə edim. Our families. Hi, I'm Josh. This is my house and my grandma and grandpa. They're my family. I have a cousin, Alex. Alex's home is in the United Kingdom. He has a big cat called Suki, but they're not here. So it's my grandpa, my grandma, and me. 3 of us. Oh, and my 2 dogs, Pepe and Jazz. They have a small house in the yard. And that's it. We have a small family. Hi, my name's Zoe. I have a brother, Taylor, but we are from different families. Taylor's dad is not my dad, and my mom is not Taylor's mom. We're a new family, and we have a big house. It has 4 bedrooms. I have a very big family. Taylor has 23 cousins, and I have 11. Together, we have 34 cousins. İndi keçək. Where are these texts from? Bu yazılar hardandır? A-class video presentation bir sinifdəkilərin videoları haqqında. A-class poster presentation bir poster göstərgəsi haqqında. Gördüyümüz kimi bunlar videodur. Onun üçün bunu seçəcəyik. 2. What are these texts about? Bu mətnlər nə haqqındaydı? Buraya yaza bilərik ki, different families. Different families. Fərqli ailələr yaza bilərik. İndi mən tərcümə edeyim. Hi, I am George. Salam, mən Josam. This is my house. Burası mənim evimdir. And my grandma and grandpa. Və mənim nənəm və babam. They are my family. Onlar mənim ailəmdir. I have a cousin. Mənim bir dayım oğlum da var. Alex. Alex home is the United Kingdom. Alex'in evi Birləşmiş Krallıqdandır. He has a big cat called Suki, but they are not here. Onun bilən pişiyi var. Onun bilən böyük bir pişiyi var. Adı Suki'dir. Amma onlar hal-hazırda burada deyilər. So it is my grandma and my grandma and me. 3 of us. Yəni indi burada mənim, babam, nənəm və mən varam. Ancaq üçümüz. Oh, and my 2 dogs. Və mənim 2 itim, Pip and Jazz. They have a small house in the yard. And that's it. Mənim 2 dənə itim var, adı Pip və Jazz'dır. Onların həyətdə kiçik bir yuvaları vardır. And that's it. Və bu qədər. We have a small family. Bizim balaca bir ailəmiz var. İndi keçək Zoe'nin mətninə. Hi, my name is Zoe. Salam, mənim adım Zoe'dir. I have a brother, Tyler, but we are from different families. Mənim bir qardaşım var, adı Tyler'dur, amma biz fərqli ailələrdənik. Tyler's dad is not my dad, and my mom is not Tyler's mom. Tyler'ın atası mənim atam deyil və mənim anam isə Tyler'ın anası deyil. We are new family and we have a big house.
Biz yeni bir ailəyik və bizim böyük bir evimiz var. It has 4 bedrooms. Burada 4 tane yatak otağı var. I have a very big family. Mənim çox böyük bir ailəm var. Tyler has 23 cousins and I have 11. Tyler'ın 23 qohumu, mənim isə 11 qohumum var. Bu da yəni əmioxlu dayıq oxu kimi keçir, cousin. Together we have 34 cousins. Və birlikdə bizim 34 dənə dayı oxumuz var. İkinciyə keçək. Read at least on social text. Mətni oxuyun və qulaq asın. Biz də oxuduq və qulaq asdıq. Find Joe's and Zoe's families. Bunlardan hansının Joe'nun, hansı isə Zoe'nin ailəsi bunu tapın. Burada şəkildə verilib. İkinci şəkildə görürük ki, bir grandpa and grandma var. Yəni, biz də oxuduq ki, Joe's babası və nənəsiyə qalır. Onun üçün də Joe's yazacağıq. Joe. İkinci şəkildə isə biz gördük ki, Zoe'dir. Çünki Zoe'nin özü həm də bir dənə qardaşı var. Burada Zoe yazacağıq. İndi keçək üçüncüyə. Read the text again and choose the correct answer. Mətni yenidən oxuyun və düzgün variantları seçin. Bax. 11 cousins. 11 dənə qohum. Biz oxuduq ki, Zoe'nin 11 dənə qohumu var. 2. Two dogs. Biz oxuduq ki, Joe'sun 2 dənə iti var. Elə burada yazılmışdır. Pip and Jazz. 3. One cousin. Bir dənə əmioxlusu. Biz oxuduq ki, Joe'sun bir dənə əmioxlusu var. Adı isə Alex'dir. A small family. Kiçik bir family. Biz oxuduq ki, Joe'sun kiçik bir ailəsi var. Zoe'nin isə 34-ə yaxın qohumu var. Yəni əmioxlusu. A big family. Biz elə oxuduq ki, Zoe'nin böyük bir ailəsi var. A grandpa and a grandma. Bir baba və bir nənə. Oxuduq ki, Joe'sun my grandma and grandpa. Bir nənəsi və bir babası vardır. İndi keçək sonraki səhifəyə. Look at the examples below. Aşağıdakı verilmiş nümunələrə baxın. Complete the sentence from Joe's and Zoe's presentations. Bu cümlələri Joe'dan Zoe'nin danışıqlarına uyğun olaraq düzəltin. I have a cousin. Mənim bir əmioxlum var. You have a sister. Sənin bir bacın var. We have 34 cousins. Bizim 34 dənə əmioxlumuz var. They have a small house. Onların kiçik bir evi var. Yəni, əgər cəmdədirsə, onda have-dən istifadə edəcəyik. Amma üçüncü şəxsin təkindədirsə, onda has-dan istifadə edəcəyik. He has 23 cousins. Onun 23 dənə qohumu var və əmioxlusu var. She has a brother. Onun bir dənə qardaşı var. It has 4 bedrooms. Burada 4 dənə yataq otağı vardır. İndi keçək ikinciyə. Choose the correct verbs. Düzgün olanı seçin. My brother and I have a big family. Mənim qardaşım və mən böyük bir ailəmiz var. Bu da mənim qardaşım və mən olduğu üçün 2 şəxs olur və onun üçün have-dən istifadə olunur. Mirayda has olacaq, çünki ancaq Miraydan danışılır. Miray has a brother that called Samir. Mirayın Samir adlanan bir qardaşı vardır. 3. I have 10 aunts and uncles. Bu da I have olacaq, çünki bu birinci təkdə deyil, üçüncü şəxsin təkində deyil. Ancaq üçüncü şəxsin təkində olanda has qəbul edilir. I have 10 aunts and uncles, but I only have 2 cousins. Mənim 10 dənə bibim və dayım vardır. Amma mənim sadəcə 2 dənə qohumum var, yəni əmioxlum var. My friend Sam has 2 sisters and they have a dog.
Mənim friend Sam'ın 2 dənə bacısı və onların da itləri vardır. They're a big family and they have a big house. Onlar böyük bir ailədir və onların böyük bir ev var. It has 7 bedrooms. Orada 7 tane yatak otağı vardır. 3. Look at the images and make sentence with the has or have to words below. Burada verilmiş sözler istifadə edərək cümlə qurun. Məsələn, Leo and Felix have a sister. Buraya yaza bilərik. He has a grandma. Onun bir nənəsi vardır. 3. Buraya yaza bilərik ki we have to coexist. We have to coexist. Bizim 2 dənə əmioxumuz var. Nina has a brother. I have a grandpa. Nina'nın bir dənə qardaşı var və mənim də bir dənə babam var. Yəni əgər 3-cü şəxsindəkində he, she, itdə has istifadə olunur. Amma qalanlarda cəmlərdə və ayda has istifadə olunur. İndi keçək 4-cüyə. Make 3 sentences about your family. Tell them your partner. Öz ailəniz haqqında 3 cümlə yazın. Məsəl üçün, yaza bilərik. I have a brother. Mənim bir qardaşım var. I am living with my dad and mother. I am living with my dad and my mother. Mən atam və anamla birlikdə yaşayıram. Mən anamla atamla birlikdə yaşayıram. Sonra əlavə edə bilərik ki, bir cümlə daha. We sometimes bura boşluq qoyaq. We sometimes yaza bilərik ki, we sometimes going yaza bilərik. Going to see grandpa. Və biz bəzən gedirik ki, biz bəzən öz babamızı görmək üçün gedirik. Belə 3 dənə cümlə yazdıq. Keçək 5-ciyə. Make sentence about your partner's family. Tell them your partner class. Sonra isə öz partner yoldaşınızın dediyi cümlələri oxuyacaqsınız və onları öz partner yoldaşınız haqqında cümlələr yazacaqsınız. Sonra onu sinifə oxuyacaqsınız. Yəni əgər partner yoldaşınız adı Alidirsə və 2 dənə qardaşı varsa, Ali has 2 brothers. Ali living with his dad and mother kimi deyə bilərsiniz. Yəni Ali'nin 2 dənə qardaşı var və Ali anası və atası ilə birlikdə yaşayır. Bugünlük bu qədər. Gələcək videomuzda görüşmək ümidi ilə. Hələlik.